Allah subhanahu ve taala peyğəmbərinə ayə nazil eləyir ki, əgər səbr eləyib Allahdan qorxsuz, təqvalı olsuz, Allah sizin bütün düşdüyünüz vəziyyətlərdə sizə kömək olar. Ardınca Allah say deyir orada. Buyurur ki, əgər düşmənləriniz üstünüzə gəlsələr, sizə hücum eləsələr, sizinlə müharibə eləsələr, Rəbbimiz tərəfindən sizə kömək olan 5000 mələk gəlib sizə kömək eləyər. Başa düşürsünüz də, yəni insan səbirli olsa və Allaha təqvalı olsa, onun üzərinə kim gəlir gəlsin? Allah 5000 mələk qərar verib ki, ged mənim bəndəmə, ged mənim o cəmaətimə kömək elə, o ümmətə kömək elə, o haqq tərəfdarlarına kömək elə. Ona görə insan pislə yaxşını ayırt eləməyi bacarmalıdır. Ağla qaranı ayırt eləməyi bacarmalıdır. Onun üçün də ən mühüm insanın səbirli olmağıdır ki, yansın qıraqdan bir baxsın baş verən proseslərə ki, haqq hansı tərəfdədir, batil hansı tərəfdədir.